Göygöldə kişi ehtiyat pulu olmadığı üçün həyat yoldaşını boğaraq öldürmək istəyib. Məlumata görə hadisə ötən il rayonun Üçtəpə kəndində baş verib. Rayon sakini Elşad sərxoş vəziyyətdə yaşadığı evə gələrək arvadından mağazaya olan borcunu ödəmək üçün pul istəyib. Qadın ehtiyat pulu olmadığını bildirdikdən sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi əvvəlcə sevgilisini yumruqlarla döyərək yerə yıxıb. Daha sonra şalı qadının boğazına dolayıb boğmağa başlayıb. O məhkəmədə özünü təqsirli bilərək arvadının uzaqlaşmaması və sakitləşməsi üçün şalı boğazına dolayıb saxladığını deyib. Elşad əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını deyərək məhkəmədə yüngül cəza istəyib. Zərərçəkmiş Sevda isə ifadəsində bildirib ki, Elşad onu yumruqlayıb, uşaqları evdən çıxardıqdan sonra isə başındakı şalı boğazına dolayıb yerə yıxaraq boğmağa başlayıb. Göygöl rayon məhkəməsinə keçirilən iclasda məlum olub ki, zərərçəkmiş məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirib. Məhkəmə Elşadı təqsirli bilərək aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edib.